6-7 il bundan qabaq belə mən Instagram səhifəsini açanda mən yazılar yazıram. İndi özünə də yazılar yazıram. Və çox uzun yazılar yazırdım. İnan, bunu kiməsə göstərmək üçün deyil də, sırf özüm öz yazdığım, o kitabımda yazdığım şeylərdən kiçik-kiçik fraqmentləri yazıb paylaşırdım. Və gördüm ki, həqiqətən maraq cəlb edir. Amma professionalla SMM-lə işləyəndən sonra mənə SMM-lə qadağan qoyurdu ki, çox uzun yazırsınız, çox qısaldın, özünüz haqqında məlumat verin, özünüzü bu formada göstərən ekranlara işləmək kimi. Eynən, bir qəlbə salırıq ki, yəni sən bu formada ol, və mən artıq fikirləşdim ki, mən belə işləyə bilmirəm. Yəni o forma mənlik deyil. Zaten mən psixoloqam, mən insanları maarifləndirirəm. Bizim işimiz insanlara nə isə göstərməkdir.